Kodlar yazdılar, saniyələrdən yarışdılar. Bu zəhmətli yolda inamlarını itirmədilər və bir gün səmaların səssiz əskəri H-10 dronu doğuldu. Kəşfiyyatçı və kamikadze xarakterli pilotsuz uçuş aparatı. Söhbət Azərbaycan Texniki Universitetinin tələbələrinin icadı olan M-Aero H-10 dronundan gedir. Biz ümumiyyətlə bu dron ixtirasına başlamazdan əvvəl 2-ci Qarabağ müharibəsində dronların necə effektiv olduğunu çox yaxından izlədik. Bir Azərbaycan vətəndaşı olaraq elə buradan ilhamlanaraq Azərbaycan Respublikasının gələcəyini və inkişafını düşünərək belə bir addım atdıq. Bu layihəni həm də komanda üzvlərinin texniki yaradıcılıq əsəri hesab etmək olar. H-10-un hazırlanmasına gənclər 2 ay vaxt sərf edib. Ümumilikdə 3 idarəetmə sistemi var, mexaniki, yarı avtopilot və tam avtopilot sistemlərlə malikdir. Eyni zamanda 2 ədəd kamera, biri vəzifə kamerası, digəri izləmə kamerasıdır. H-10 özü kamikadze tipli pilotsuz uçuş aparatıdır. Yəni hədəfi özünü sırparaq məhv edə bilir. Yer stansiyasından siqnal kəsildikdə 5 saniyə ərzində geri bağlanma olmadıqda H-10 qalxış etdiyi nöqtəyə geri eniş edə bilir. Dronun üzərində 1400 kW gücünə malik motordan 7.4 volt 2S gərginliyə malik olmuş bateriyadan və 3 servo motordan istifadə edilmişdir. Biri quyruq hissədə eniş və qalxış üçün, ikisi isə qanat hissədə səmada manevrlar üçün lazımlı olan işləri yerinə yetirildi. Pilotsuz uçuş aparatının adının H-10 seçilməsi də təsadüfi deyil. Müdafiə təyinatlı dron Ulu Öndər Heydər Əliyevin doğum günü münasibəti ilə hazırlandığı üçün belə adlandırılıb. Bu layihənin avtopilot və idarəetmə sistemini mən yazmışam. Avtopilot sistemi elə şəkildə yazılıb ki, məsələn, siqnal itdiyi zaman özü sırf öz idarəetmə sistemi ilə özünü tənzimləyir proyekt və havada uğurlu uçuşunu sərgiləyir və son əmrləri isə olduğu kimi yerinə yetirir. Modelin 3D yaradılmasıdır. Onun 3D yaradılması üçün biz SolidWorks proqramını istifadə edirik və onun simulyasiyasının hamısı mənim tərəfdən həyata keçirilir. Layihənin 3D modelləmə və onun simulyasiyasını eləyəndən sonra onu artıq biz veririk çapa 3D printerinə. Bu dronun ilkin prototipləri Azərbaycan Texniki Universitetinin bu laboratoriyasında ərsəyə gəlib. Hal-hazırda gördüyümüz model H-10 dronunun prototipidir və bu 3D printerlər vasitəsilə hissələri çap olunub. Yalnız yaxın gələcəkdə olan layihələr çərçivəsində bu dronun karbofibr materialından hazırlanması nəzərdə tutulur. Bu proses zamanı əlbəttə tələbələrimizə biz burada mentorluq dəstəyi göstərdik. Lazımi istiqamətlərdə nəyi necə və daha düzgün edə biləcəkləri barəsində mentorluq dəstəyi verdik və tələbələrimizin əzmi sayəsində bu layihə ərsəyə gətirdilər və uğura nail oldular. Son illərdə Dezer Lab olmaqla bir çox laboratoriyalar yaradılmışdır və bu laboratoriyanın məqsədi həm mentorlar, həm müəllimlərin, həm də tələbələrin birgə fəaliyyət göstərməsidir və bu tələbələr üçün də müəllimlər üçün də gözəl şərait yaradılmışdır. Hazırda komanda yeni layihə üzərində çalışır. Bu dəfə gənclər mina aşkarlayan dron hazırlamağı planlaşdırır. Nigar Babayeva, Emin Tağıyev, Telesər.